Hər vaxtınız xeyir. Millət vəkili Günay Ağamalı canlı efirdə belə bir ifadə səsləndirib ki, 8 yaşına qədər olan uşaqlı evlərdə təkcə atanın işləməsi kifayət edir. Belə bir ifadə işlədib. Görürsüz, yenə də bizim millət vəkillərimizdən bu xalqa, bu insanlara, millətə xeyri olmayan belə deyim, lazımsız ifadələr səsləndirməklə gündəmə gəlirlər. Və ən əsası da odur ki, bu ifadələri canlı yayımda insanların belə deyək də gözü qarşısında bu ifadəni işlədilər. Canlı insanlardan xəbəri olmadan, insanların nə çəkdiyini, nə cür halda yaşadıqlarından fərqinə varmadan ifadə edirlər. Yəni heç olmasa belə deyim, o ifadələri, o fikirdəsinizsə ən azından onu hansısa dolayı yollarla öz fikrinizi çatdıra bilərsiniz və bu xalqın, bu insanların o yarasına, o daha çox acığına, daha çox sinirinə, əsəbinə toxunmadan ən azından o ifadələri işlədin. Yəni ən azından bu insanlar bu qədər problemlərin içində, bu qədər narahatlıqların, bu qədər məsələlərin içində bir də sizin bu lazımsız və əsəbə toxunan ifadələrinizlə məşğul olmasınlar. Yəni ən azından aydın məsələdir ki, sizlər əksər millət vəkilləri bu xalqı, bu insanları, bu milləti düşünmədən ifadə səsləndirirlər. Xeyirlərini, hansı cür yaşadıqlarını dilə gətirmirlər, problemlərini dilə gətirmirlər, amma heç olmaya üzərinə getməyin məsələnin. Heç olmaya bu xalqın yarasına məlhəm olmursunuzsa, yarasına da duz səpməyin.